Bismillahirrahmanirrahim. Bizim İslam dinimiz çok güzel bir dindir. Bizlerin her birimiz büyüklerimizden, aksakallarımızdan da eşitmişik ki könül kırma, çalış kiminsə könlünü al. Könüllərin ələ alınması barəsində Ali əleyhissalam belə buyurmuşdur. İnsanların qəlbləri hürkəkdir. Bir-birləri ilə tanış deyillər. Buna görə də kim yoldaşlıq, yaxşılıq və dostluq ilə onları ələ alsa, ona üst tutarlar. Allah hər birinizə, hər birimizə özü kömək olsun. İnşallah könül ələ alanlardan olaq. Könül sındıranlardan, qəlb sındıranlardan olmayaq. İnşallah.